Deməli, fx funksiyasının təyin obasına daxil olan tam ədədlərin cəmini tapın. Burada birinci kök adda ifadəmiz 16 çıxılsın x kvadratı böyük bərabərdir 0 şərti ödəməlidir. Digər tərəfdən loqaritma 2 əsasdan x çıxılsın 1-də isə həm sıfıra bərabər ola bilməz, çünki məxrəc 0 ola bilməz. Digər tərəfdən x çıxılsın 1 özü də 0-dan böyük şərti ödənməlidir. Həmçinin x çıxılsın 1 ifadəmiz 0-a bərabər deyil deyə x çıxılsın 1-də 1-dən fərqli olmalıdır. Birinci ifadəni, sürətdəki ifadəni əgər vuruqlarına ayırsaq 4 çıxılsın x və 4 üstə gəlinsin x böyük bərabərdir 0. Burada ədəd oxu üzərində qeyd etsək, mənfi 4 və müsbət 4 sıfırları qeyd edək. Bunlar hər ikisi verilən oblastda, yəni ifadənin təyin obasına daxildir. Mənfi 4 və 4. 4-dən bir ədəd götürdükdə mənfi, burada müsbət, burada isə mənfi qiymətlər alacaq. Bizə lazım olan aralıq mənfi 4-dən 4-ə qədərdir birinci ifadə üçün, yəni müsbət qiymətlər. Digər tərəfdən ədəd oxu üzərində bu ifadəmiz x 1-dən böyük olmalıdır, lakin 2-dən fərqli. Yəni, loqaritmaya görə, loqaritmadan öncə belə deyək də, burada mənfi 4, 4 digər tərəfdən ala bilməz. Deməli, 1-i, 2-ni bizə lazım idi. Əvvəlcə deməli, mənfi 4-dən 4-ə qədər olan parça. Digər tərəfdən loqaritmaya görə isə 1-dən böyük qiymətlərə baxırıq. 1-dən böyük qiymətlər də bu istiqamətdədir. Və kəsişmə artıq baş verdiyi aralığa baxsaq, kəsişmə yalnız 1-dən 4-ə qədərdir. Və burada 1-i, 2-ni almadığı üçün sadəcə bir qiymət qalır 3 və bir dənə də qiymət qalır 4. 3 və 4-ün də cəmi olacaq 7. Yəni toplasaq 7.